Az öncə qarşıma Bərdə rayonunda bir şəhid atasının, şəhidin adını çəkmək istəmirəm, bir videosu çıxdı qarşıma. Şəhid atası ilk öncə övladının adını olan küçənin baxımsızlığından, Mənzil Kommunal Təsərrüfatı Birliyinin baxımsızlığından şikayət edir. Daha sonra növbəti bir videonu birləşdirirlər və deyirlər ki, şəhid atasının ziddiyyətli çıxışları, Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri hamısı tökülüb küçəyə, təmizlik işləri aparırlar və nədənsə şəhid atası bu dəfə sakinləri günahlandırır ki, əslində Mənzil Kommunal Təsərrüfatı Birliyi küçənin təmizliyinə baxır, amma sakinlər küçəni təmiz saxlamırlar. Amma ondan öncəki videosunda şəhid atası bildirir ki, bir dənə zibil qutusu istəyirəm oğlumun adı olan küçəyə, onu belə qoymurlar. Bu məsələ sözün açığı məni çox sarsıtdı. Niyə şəhid atası verdiyi və etdiyi çıxışı təkzib etdi? Artıq Bərdə rayonunda bu cür qalmaqallı məsələlər tez-tez qarşıma çıxır. Yadınızdadırsa, bundan öncəki videoda da Bərdədə qotur səpmiş yolu sizə nəzərinizə çatdırdım və mən Azər Avtoyolun Bərdə rayon yol istismar idarəsinin əl işini sizə göstərdim ki, yolu nə elədilər yol qotur səpdi. Bu günləri də şəhid atasına nə elədilərsə, şəhid atası öz sözünü təkzib etdi və əslində Mənzil Kommunal Təsərrüfatı Birliyinin güya həmin əraziyə yaxşı baxdığını, sakinlərin natəmiz saxladığını bildirdi. Amma ondan öncəki videoda şəhid atası deyirdi ki, mən bir zibil qutusu istəyirəm, onu vermirlər. Sizcə Bərdədə sakinlərin və şikayətçilərin fikirlərini dəyişməyə məcbur edən nədir?